Həmçinin dəyərli qardaşlarım, deməli 13-cü Allah Rasulunun sünnə əməllərindən məscidə gedərkən dua etmək. Məscidə gedərkən dua etmək İbn Abbas radiyallahu anhdan gəlir ki, deyir ki, Bilal radiyallahu anh gəldi və namaz üçün azan verilir. Və deyir ki, biz məscidə gedəndə yolda bu duanı deyərdik. Allahümme cealni fi qalbi nuran, fi lisani nuran, fi sam'i nuran, fi basari nuran, və min fevqi nuran, və min tahti nuran, və an yamini, an şimali, və an amini nuran, və min xalfi nuran. Subhanallah. Ya Rabbi, qəlbimi nurlu et, dilimi nurlu et, qulağımı nurlu et, gözümü nurlu et, önümü nurlandır, arxamı nurlandır, sağımı nurlandır, solumu nurlandır. Və sonra deyir ki, Allah'ım qəlbimə nur ver, nurumu artır, vazidni nuran, vazidni nuran, vazidni nuran. Nurumu artır və nurumu artır. Subhanallah. Sahabələr Allah Resulü'nün zamanında məscidə gəldikləri zaman yol boyu bu duanı deyərlər, bu zikr edərlər. Və bu zikirdə müsəlmanın arasında var. Bu zikir müsəlmanın arasında var. Məscidə girmək zikri ayrıdır. Girəndə ayrıdır, çıxanda ayrıdır. Lakin məscidə gəldiyimiz zaman yol boyu bu zikir etməksə tam başqa bir zikirdir.